Ladies and gentlemenlar. Deməli belə bir üçbucaq sualımız var. Deyilənə görə olimpiada sualıdır, amma olimpiada üçün rahatdır. Rayon şəhər turu mərhələsinə düşə bilər. Amma ancaq o qədər. Yəni bizim yarım final sualları o nədir? Ola adam baxanda ürəyi ağrıyır adam. Deməli, buranı A dedim, buranı B dedim, buranı C dedim. ABC üçbucağı verib. D nöqtəsi deyir BC-nin üzərindədir. Y nöqtəsi deyir yenə BC-nin üzərindədir. BAD CAY bucağına bərabərdir. Bu bucağı B alfa dedim, bu bucağı bir beta dedim. Sonra BD, DY 2, 2 verib. Buraları 2, 2 dedim. YS'ye 4 dedim. AD'nin AY'yə nisbətini soruşur. Mən bura niyə beta yazdım? Buraları bir-birinə bərabər verib. Alfa, ortaya beta yazacaq. Gətirim neyim? Buranı AD'ni X ilə, AY'ni Y ilə adlandırım. AB'ni A deyim, AS'ni B deyim. Keçək. ABC üçbucağın sahəsinə, mən sahə ilə tapdım. Başqa əldə olan varsa atar. SABC-yə bir 4S deyim. Çünki rahat olsun deyə. Deməli, ABC üçbucağının, bu ABC üçbucağı var ya, böyük üçbucaq. Bunun medianı budur. Median bilirik ki, sahəni 2 yerə bölür də. Bura 2S, bura 2S düşür. Amma buna baxsaq, bu ABY üçbucağı üçün də, ABY üçbucağı üçün AD mediandır. Çünki 2 bölür. Onda mən bura SS deyə bilərəm artıq. Bura X olaraq qalsın. Bura SS deyəndən sonra gəlirəm buradan sahələrlə bir əlaqələr alıram. Biraz kiçildə ekranı. Yerə çox ehtiyacımız olacaq. Deməli, birinci hardan başlayaq? Bu üçbucağın sahəsindən başlayaq. Bu üçbucağın sahəsi AX sinüs alfaya bərabərdir. Deməli, onu da o üçbucağın sahəsinə S demişdik. S bərabərdir AX sinüs alfa. Sonra bu üçbucağın sahəsinə baxaq. Baxın, bu üçbucaq üçün də AYS üçbucağı üçün nəyə bərabərdir? B, Y sinüs alfaya bərabərdir. Artıq məncə anlamış olmalısınız burada nə edəcəm. 2S bərabərdir B, Y sinüs alfa. Bunu tərəf-tərəfə bölək. Tərəf-tərəfə bölsək S-lər ixtisar gedir, sinüs alfalar ixtisar gedir. Onda qalır 2-də 1, 2-də 1 bərabərdir AX bölünsün BY-ə. Buranı silirəm. Keçirəm bura. Baxın, AB Y üçbucağı üçün mən bir sahə düsturunu yazsam, AY sinüs alfa plus beta'ya bərabərdir. Onun sahəsi. Onun sahəsi də 2S'dir. S üstə gəlir 2S'dir. 2S bərabərdir AY sinüs alfa plus beta. Daha sonra bu üçbucaq üçün sahə eləyirəm. 3S'dir. Bərabərdir BX sinüs alfa plus beta. Yenə tərəf-tərəfə bölürəm. Tərəf-tərəfə bölsəm sinüs alfa plus betalar gedər, S-lər gedər. Qalar, buradan nə qalar? 3-dən 2 bərabər olar AY bölünsün BX qalar. Gəlin bu kəsir tərsinə çevirək. Tərsinə çevirsək nə olar? 3 bölü 2 bərabərdir BX bölünsün AY olar. Bunu gətirsəm, buna vursam BY.
nə baş verər? Ax bölünsün by vurulsun bx bölünsün ay bərabər olar. 2-də 1 vurulsun 2-də 3-ə. B'lər gedər, a'lar gedər, qalar. Buradan qalar. X'in kvadratı bölünsün. Y'in kvadratı bərabərdir 4-dən 3-ə. O da bərabərdir. O yox, x bölü y də buradan bərabərdir. Hər tərəfi kökün altına salsam 2 kök 3. Kök 3 böl 2-yə bərabərdir. X böl y. Sağ olun, salamat qalın.